Mənə verilən mənasız suallardan da biri dil bilmədən ora necə gələ bilərəm və yaxud da gəlsəm necə olar? Dil bilmir, bura gəlməyin özü-özlüyündə bir biabırçılıqdır. Sən həmin ölkəyə getmək istəyirsən, amma həmin ölkənin dilin öyrənmək istəmirsən. Səbəb nədir? Səbəb yenə bir tənbəllikdir. Əgər bura gəlmək istəyirsənsə, bura gəlməyi istəməyin kimi də buranın dilini də elə də həvəslə öyrənməlisən. Öyrənməsən nə olacaq? Burada səndən heç kim Azərbaycan dilində danışmayacaq. Bunların da elə bir məcburiyyəti yoxdur ki, səndən ana dilində danışsın. Sən buraya gəlmək istəyirsənsə, sən öyrənəsən bunların dilin. Dil bilmədən necə gələrsən, necə olar onu deyə bilmərəm. Amma dil bilib gəlməyin yaxşı tərəfi odur ki, necə ki sən məni başa düşürsənsə, sən xaricinin dilini öyrənib xarici ölkəyə gəlsən, xarici də eyni cür səni başa düşəcək və bunun verdiyi rahatlıq çox gözəl rahatçılıqdır. Sən rahat formada fikri izah edə bilirsən, qarşındakı rahat formada öz fikrini sən izah eləyir və bu olduqca çox gözəl bir müsbətdir.